Deməli, burada yazılıb ki, ölümünü hiss edirdi. Söhbət var. Tahir İmanov Cabir İmanovla ölümündən bir həftə əvvəl. Bu fake məlumatdır. Onun böyük ürəyi var idi, amma olduqca həssas qəlbli insan idi. Və bütün ağrıları məndən fərqli olaraq o daxilində çəkirdi. Heç kimə danışmırdı. Nə atasına, nə anasına, nə ailəsinə. Danışsa yalnız mən... İnşallah haradasa ayın... Cabirin oğlu bəstəkar Süleyman Ləskərin uşaqlığını oynayıb. Mənim qızım... Deməli, bu cinayətkar dəstənin ən böyük dayağı bizim bu xüsusi xidmət orqanında əyləşən homoseksual, vahabi, şizofrenin, hər cürə dələcüzluğa, fitnə fəsada malik bu alçağın ən yaxın adamlarından biri Cabir İmanovdur. Cabir İmanovun ölümünə heç qətiyyən inanmıram da. Cabir İmanov o vaxtı BMW sürürdü, 33A 333 və daimi olaraq məni təqib edən şəxslərdən də biri idi, təxribatçılarla əlbir olan. Hansı ki, bu şəxslərin cinayətlərinə və cinayətkarlığına dəstək olan şəxslərdən biridir. Cabir İmanovun özü də vaxtı ikən Baş Müzəkki Cinayətkarlıq Mübarizə İdarəsinin qeyri-rəsmi əməkdaşlarından biri olub. Özü də daimi olaraq qurbanlarını izləməkdə, onlara fərqli cinayət izləri yaratmaqda, törətməkdə, məhz dəstək duran Daxçılar Nazirinin polisi Anardı, su polisində işləyən Anardı, özünü ölülüyə vuran Elbrus adına xüsusi xidmət orqanının əməkdaşıdır. Sonra Sovetskdə yaşayan Akif idi, mənə torba tiklər, evimi satdırdılar. Yəni onlara dəstək olan şəxslərdən biri Cabir İmanovdur. Və bundan əvvəlki video görüntülərdə mən Cabir İmanovun yalandan qəbrini göstərmişdim mən sizə. Böyük ehtimal mən bunu görəndən sonra bir müddət sonra Cabir İmanov barədə necə deyərlər, məlumat da, bu məlumat başqa şəxslərin qabağına çıxmayacaq böyük ehtimal. O ki, qaldı burada prosmotorun sayının çoxalmağı, azalmağı, bunlar hamısı boş bir şeylər. Fikir verin, 11 saat bundan əvvəl verilib izləməyə. 11 saat ərzində 19.809. Xeyr, qətiyyən bu belə deyil. Bu təbii ki, bantizmin şöbəsi var. Hansı ki, Kənan Hacıyev işləyir. Mirqafar Seyidovun oğludur da səhv eləmirəmsə orada işləyir. Yəni, həmən bu şöbə sosial şəbəkələrə müdaxilə eləməklə və bu metodla istənilən səhifəni artıra bilirlər, azalda bilirlər. Məhz bu metodlarla sosial şəbəkələrin izlənməsinə, yəni daha doğrusu izlənmə deyəndə ki, sosial şəbəkələrin ardıcıllığının düzülməyinə belə nəzarət edə bilirlər. Bu metodla məşhur Kapital Bank dələcüzlüğünü həyata keçirirdilər. Bundan əvvəlki mən qeyd elədiyim video görüntülərdə də belə deyil. Necə bunu həyata keçirirdilər, o barədə məlumat vermişəm. Cabir İmanov ölüb zad eləməyib. Necə ki, yalandan şeyi öldürdülər. Bu adını siz deyin. Elbrus adında bir xüsusi xidmət orqanının keçmiş əməkdaşını Ziya Məmmədov qohumunu yalandan öldürdülər. Mənim evimi satdırmaq üçün. Cabir İmanov da ki, mən inanmıram qətiyyən. Ola bilər ki, üzünü dəyişib. Ola bilər həyatını dəyişib, amma qətiyyən ölməyib.